Salam dostlar, hər birinizi yenidən xoş gördük. Gördüyünüz kimi bizim saytımız bu formada görsənir və hal-hazırda burada mağaza modulu yoxdur. Biz ilk öncə bu dərsimizdə mağaza modulunu quraşdıracağıq. Daxil oluruq admin panelimizə və bu hissədən yenidən qoşmalar hissəsinə daxil olub qoşmalar hissəsinə daxil oluruq və bu hissəyə WooCommerce deyə axtarış edirik. Gördüyünüz kimi düz yazdıqda WooCommerce bu formada və adı bu formadadır gəlir və biz install now deyib onu quraşdırmağa başlayırıq. Gördüyünüz kimi install oldu. Aktiv etməliyik. Aktiv etmədən öncə gəlin daxil olaq bu qoşmanı tərcümə edək və Local Translate hissəsindən qoşmalar hissəsinə daxil oluruq. Aktiv deyil burada. Tamam, yenidən daxil olduq qoşmalar hissəsinə. Mən bunu indi təcrübə edirəm. Adətən qoşmanı aktiv edib daha sonra tərcümə etmişəm, lakin indi aktiv etmədən tərcümə etmək istədim. Gördüm ki, o hissədə tərcümə hissəsinə düşmür. Onun üçün qurulmuş qoşmalara daxil oluruq və WooCommerce-ni aktiv edirik. Gördüyünüz kimi artıq bu hissədə WooCommerce qoşmasının əlavələri gəldi. WooCommerce-nin öz məlumatları, məhsul yükləmə hissəsi, ödəniş hissəsi, analitika və marketinq hissələri. İndi biz daxil oluruq Local Translate-ə və bu hissədən WooCommerce-ni gördük. Daxil oluruq üzərinə. Gördüyünüz kimi türk dilində tərcüməsi var. Azərbaycan dilində tərcüməsini yaratmalıyıq. Bu hissədən yenidən Azərbaycan dilini seçirik və dil dosyasının, dil faylının saxlama hissəsini isə sistem olaraq seçirik. Və bu hissədən Google Translate artıq təkli seçirik, Translate veririk. Bir müddət gözləyirik və bizim üçün bütün sənədləri tərcümə edir. Burada biz gözləmə müddəti bir qədər çox çəkə bilər, çünki kifayət qədər çoxlu mətn var tərcümə olunası. Gördüyünüz kimi artıq avtomatik tərcümələr olundu. Bu hissədə hamısı görsənir və biz buradan check edək, save deyə bilirik. Dostlar, indi isə baxaq. Gördüyünüz kimi artıq WooCommerce-də Azərbaycan dilinə tərcümə olundu. Və biz yenidən saytımıza daxil olub saytı yeniləsək görərik ki, bizim üçün burada Shop, My Account hissəsi, ödəniş hissəsi, kart hissəsi aktivləşibdir. Biz baxdıqda isə hal-hazırda heç bir məhsul yükləmədiyimiz üçün buraları boş görürük və bu hissəni bu formada görürük. Biz mağaza modulumuzu quraşdırdıq, idarəetmə panelimizi quraşdırdıq və bizə doğru satış etməyimiz üçün, müştərilərə daha əlçatan olmaq üçün, müştərilərin saytda istifadəçi təcrübəsini artırmaq üçün saytımıza, onlayn mağazamıza dizayn verməliyik. Və biz dizaynları ödənişli formada və yaxud ödənişsiz versiyalarından istifadə edə bilərik. Lakin siz əgər elektron ticarətlə məşğulsunuzsa, ödənişli formalardan istifadə etmək məqsədə uyğundur ki, həm istifadəçi təcrübəsi artırılmış olur, həm SEO-ya daha uyğun olur və biz bu dizaynları Zainforest'dan əldə edə bilirik. Gördüyünüz kimi bu sayta daxil ola bilərsiniz. Bu saytdan WordPress hissəsinin altında e-commerce və buradan isə WooCommerce-ni seçərək satışda olan dizaynları görə bilərsiniz. Mən artıq sizin üçün bir neçə dizayn seçmişəm və ən çox istifadə olunanlar, ən çox effektiv olanlar. Ümumiyyətlə, dizayn seçərkən fikir vermək lazımdır ki, bu dizaynın bir neçə görünüş forması olsun. Yəni, həm daha öncədən hazırlanmış görünüş formaları olsun ki, siz onları istifadə edə biləsiniz. Bizim bu saytda istifadə edəcəyimiz tema Woodmark temasıdır və gördüyünüz kimi temanı aşağıdan incələyə bilərsiniz, hansı özəllikləri olub olmadığını. Gördüyünüz kimi 90-dan çox quraşdırılmış dizaynları var və bu bizim üçün gözəldir. Eyni zamanda gördüyünüz kimi dizaynın skorları burada qeyd olunub, yüksək skorları var və mobil uyğundur, yəni mobilə uyğundur. Bu nə deməkdir?
Biz nəzərə almalıyıq ki, hal-hazırda insanların ekrana məruz qalması ən çox mobil telefonlardandır və bizim dizayn mobil telefona uyğun olmalıdır ki, istifadəyə sonra girdikdə avtomatik dizayn mobilə uyğunlaşsın, ekran ölçüsünə uyğunlaşsın və istifadəçi təcrübəsi orada artmış olsun. Müştəri istədiyini daha tez görsün, əlçatanlıq olsun və bunlardan istifadə edə bilsin. Bu formada hamısı uyğundur. Yəni bizim seçdiyimiz dizaynlardan biri Woodmartdır və başlıq hissəsini özəlləşdirmək olur. Ümumiyyətcə tema seçərkən mütləq baxmalı olduğunuz məsələlərdən biri odur ki, bu özəlləşdirilə biləndir. Asan formada müxtəlif hissələri, rəng seçimləri olsun, buton hissələri olsun, digər hissələri olsun, avtomatik, yəni sürətli bir şəkildə bunları özümüzə uyğunlaşdırıb fərdiləşdirə bilirikmi? Bu tema ən uyğun temalardan biridir. Fərdiləşdirməyə müxtəlif seçimlər var. Gördüyünüz kimi bir çox hissəsini biz burada görürük. Digər temalardan nə var? Bunun üzərini sürətli keçirəm mən. Hansı modullar var qeyd olunur və önəmli məsələlərdən biri dil faylının olmağıdır. Yəni ki, biz bunu tərcümə edə biləcəyikmi? Və burada da görürük. Və artıq burada dizayn bir neçə dillərə tərcümə ilə gəlir. Gördüyünüz kimi türk dili də bunlardan biridir. Azərbaycan dili lakin yoxdur. Biz onu da quraşdırdıqdan sonra proqram vasitəsilə, qoşma vasitəsilə tərcümə edəcəyik. Gördüyünüz kimi digər hissələr var burada və dizaynın qiyməti $59-dır. Nəzərə alın ki, onlayn alış-verişlərdə, xarici saytlardan etdiyiniz onlayn alış-verişlərdə bu tip saytlarda dəqiqdir ki, siz $59-dırsa onu $1 nəzərə alın ki, 2 manat 2 qəpik, 3 qəpik edir. Çünki həm üzərinə vergi gəlir, həm də ki, komisyon. Və növbəti dizayna biz keçmiş olsaq, ən çox WordPress və WooCommerce üzərində istifadə olunan onlayn ticarət saytları üçün uyğun olan dizaynlardan biri Porto dizaynıdır. Bu da eyni zamanda özəlləşdirilə bilən, fərdiləşdirilə bilən dizayndır və xüsusi bir bunun da tərzi var. Gördüyünüz kimi bunun da skorları yüksəkdir. Eyni zamanda özünün səhifə qurulması vasitəsi var və bu formada bir neçə öncədən quraşdırılmış şablonu var. Biz bunu da növbəti saytda quraşdıracağıq. Yəni ən azı 1, 2, 3 siz dizayn görəsiniz və hansı dizaynların admin paneli ilə ən azından necə fərdiləşdirə bildiyini görəsiniz. Və növbəti bir dizayn elektron ticarətdə ən çox istifadə olunan dizaynlardan biri Fluxon temasıdır. Bu da ki, özəlləşdirilə bilən, yəni fərdiləşdirilə bilən dizayndır. Bunun özünün səhifə qurma qoşması var. Biz saytı yükləyəndə bizə ümumiyyətcə WordPress-i quraşdırdıq. WooCommerce, yəni onlayn mağaza modulunu quraşdırdıq. Daha sonra ona dizayn quraşdıracağıq və dizaynda isə səhifələri dizayn etməyimiz üçün, misal üçün başlıq hissəsini dizayn etməyimiz üçün və yaxud da hər hansı bir hissəni yuxarı aşağı indirməyimiz üçün səhifə quruculardan istifadə edirik. Fluxon temasının isə özünün səhifə qurucusu var. Lakin son dövrlərdə gələn yeniliklər, rəng kodlarının dəyişməsi və s. burada bir qədər zəif olduğuna görə mən bu temanı istifadə etməyi sevmirəm. Çünki header hissəsində tam müəyyən şeyləri almaq olmur. Amma ümumilikdə gözəl temadır. Əlbəttə ki, sizin təcrübənizə qalıb və hansı kateqoriyada sayt yaradacağınızdan asılı olaraq dəyişir. Növbəti bir tema X-Story var və burada da bunun həm blog, həm xəbər saytı üçün müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz. Eyni zamanda onlayn mağazaya uyğun da qoşulmuş, hazırlanmış dizaynları var. Bu temadan da istifadə edə bilərsiniz. Gördüyünüz kimi skorları yüksəkdir. Buna siz temalarkən diqqət etməlisiniz. Elektro teması var. Ən çox istifadə olunanlardan biridir. Bildiyim qədər bunu Azərbaycanda mobil aksesuarlar toplantısı olan Duax da öz saytında bu dizayndan istifadə edir. Megashop var, son zamanlarda çıxan dizaynlardandır, hətta endirimdədir. Və gördüyünüz kimi bunun isə 18 öncədən hazırlanmış dizaynı var. Və yeni temalar çıxır. Bu da son çıxan yeni temalardandır. Dediyim kimi burada siz nəyə necə istifadə edəcəyinizdən asılı olaraq seçim etməlisiniz. Mən daha öncədən seçim edib qərar vermişəm ki, bu dəstələrdə biz WooCommerce üzərində Woodmart və Porto dizaynlarından istifadə edək. Ola bilsin, vaxt çatarsa quraşdırmaq üçün digər temalara baxaq və eyni zamanda layihə bitmiş olsa belə mən bu kanalda
videolar, bu formatda videolar çəkməyə davam edəcəyəm və digər temaları da bir-bir biz test edəcəyik gələcək üçün. Və növbəti bir tema yeni çıxan temalardan gördüyünüz kimi. Dediyim kimi biz qərar vermişik ki, burada Woodmart temasından istifadə edəcəyik və sifariş vermək üçün Add to Cart edərək siz ödəniş səhifəsinə gedib ödəniş edə bilərsiniz. Biz bunu daha öncə əldə etmişik. İndi isə quraşdırılma hissəsinə keçək. Siz bu hissədən əldə etdikdən sonra burada səbətim hissəsi var və mənim produktlarım hissəsi var. Eyni zamanda download, yükləmə hissəsi var. Ora daxil olub oradan aldığınız temanı yükləyə bilərsiniz. Bizdə artıq bunu biz kompüterimizə yükləmişik və daxil oluruq görünüş hissəsinə. Görünüş hissəsindən tema əlavə et hissəsinə daxil oluruq. Və burada bizim üçün ödənişsiz temalar da göstərilir. Biz axtarış verərək müəyyən dizaynlar seçə bilərik. Lakin biz ödənişli dizayndan istifadə edəcəyik və fayl kompüterimizin yaddaşında olduğu üçün şablonu yüklə hissəsinə daxil olub oradan fayl dizayn, tema dizaynlarını, temanın fayllarını yükləyəcəyik. Şablonu yüklə hissəsinə daxil olduqdan buradan dosya seçə gedirik və Woodmart qovluğuna daxil oluruq və buradan biz tema faylını zip formatında olmalıdır. Zip formatında seçsiz və install deyərək yükləməyə qoyuruq. Və bir müddət gözlədikdən sonra gözləyirik bu yüklənsin və digər prosesləri həyata keçirək. Və bir qədər gözlədikdən sonra dizaynımız yükləndi və activate edirik. Gördüyünüz kimi aktiv oldu və quraşdırma hissəsi gəldi. Biz bu hissədən yenidən daxil oluruq Local Translate-ə və dizaynlardan Woodmart-ı tərcümə etməliyik. Lakin gördüyünüz kimi burada dil dosyası yoxdur. Bunun səbəbi odur ki, bu dizaynı yükləsək də biz bura əlavə qoşmalar, bunun əsas bir qoşması var. Onu da yükləməliyik. Ona görə yenidən daxil oluruq Woodmart-a, geri qayıdaq və quraşdırmaya başlayırıq. Və dediyim kimi bizə səhifə qurma vasitələri lazımdır. Ən çox istifadə olunan Elementoru seçirik, həm də sadədir. Gutenberg isə WordPress-in özüdür. Hal-hazırda mən Gutenberg-lə çox işləməmişəm. Elementor daha rahatdır. Elementoru, ən azından Elementorla təcrübəm daha çoxdur deyə Elementoru seçirəm və davam et deyirəm. Və bu hissədən bizə quraşdırmalı olduğumuz qoşmaları göstərir. Install edirik. Gördüyünüz kimi bu hissədə qırmızı ilə qeyd olunanlar məcburidir bu dizaynın yaxşı işləməsi üçün və bizim tərcümə edəcəyimiz faylın, temanın əsas faylı bu qoşmanın içindədir. Bunu nəzərə alın və düzgün işləməsi üçün bunu yükləməyimiz mütləqdir. Eyni zamanda WooCommerce quraşdırıldığı üçün qırmızı göstərmir. Bunu da quraşdırmaq bizim üçün mütləqdir. Digərlərini isə biz quraşdırmaya bilərik. Kontakt forum bizim üçün əlaqə formaları yaratmaqda istifadə olunur. MailChimp mail marketingdə istifadə olunur və bu isə SVG formatlı faylların yüklənməsi üçün istifadə olunur. Mən bunu da install edirəm və lazımi qoşmalar yükləndiyi üçün davam edirəm. Gördüyünüz kimi bu hissədə isə biz artıq hansı dizaynı saytımıza, hansı dizayn əsasında saytımızı hazırlamaq istəyiriksə onu import etməliyik. Yəni həmən dizaynı ilkin variantını yükləməliyik ki, istifadə edək. Sizin bu sayt üzərində görəcəyiniz dizayn bu dizayndır. Artıq bunu biz yükləmişik və sadəcə olaraq test etmək məqsədindən, görməniz məqsədindən mən hal-hazırda başqa bir dizaynı import edəcəyim. Gördüyünüz kimi hər dizaynda müxtəlif dizaynlar var. Yəni istər elektronika saytı olsun, istər kosmetika saytı və yaxud orqanik məhsullar satırsa həmin məhsullar üçün və yaxud da bu formada hər hansı bir əl işiniz varsa, misal üçün fincan satırsa və yaxud da siz bu dizayndan bir keramika işləri görürsünüzsə və ya hobbi məhsulları satırsınızsa istifadə edə bilərsiniz. Misal üçün biz bunu qısaltmış olsaq,
balacalaşsaq görərik ki, mobilə uyğundur. Gördüyünüz kimi avtomatik balacalaşır və bu hissədə menyular və s. gəlir. Woodmart'ın mobil dizayna uyğunlaşan ən gözəl temalarından biri məncə budur və mənə daha xoş gələn bir dizayndır. Məsəl üçün mobil hissəsində. Və əgər siz hər hansısa bir elektron ticarətdə rəqəmsal məhsul satacaqsınızsa, tutaq ki, oyun lisenziyaları satacaqsınızsa, bu formada da dizayn var və yaxud da hər hansı bir elektron kitab satacaqsınızsa, bu formada da dizayndan istifadə edə bilərsiniz. Və mən hal-hazırda bu dizaynı yükləyəcəm. Bu hissədən artıq bizim dizaynımız belə deyək, saytımıza yüklənməyə başlandı. Saytımız bu dizayna uyğunlaşacaq. Yükləməni gözləyək, bir qədər yüklənsin, sonra isə davam edək. Gördüyünüz kimi biz davam edirik və bizim üçün hal-hazırda quraşdırıldı. Bağla və sayta bax var və yaxud da dizayn etməyə başla var. Hər iki linkə tıklayaq. Biz daxil olub sayta baxmağa keçsək görərik ki, bizim saytımızda artıq bu dizayn yüklənib. Eyni zamanda biz buradan əsas panelə göndərir ki, biz buranı da